İzləyicilər hal-hazırda bizə 100 manat pul atıblar. Dəyərli qardaşımız Nəsimi kəndindəndir, Qara Volqa. Allah canını sağ eləsin. Dedi Nəsimi kənd adından. O deməyib ad, mən özüm deyirəm. Nəsimi kənd adından, bax o dəyərli qardaşların adından, o qardaşın adından bir ailəyə produkt alınıb. Allahın köməklə. Bizim bu Elməddin qardaşımıza da can sağlığı versin. Baltası əməklə iti olsun. Bayramı mübarək. Başda şəhid ailələri. Qazi, veteran və hərbçilərimizin bayramı. Əllərindən öpürəm, var olsunlar. Var ol. Nəsim kənddə də sənin qohumların çoxdur, maşallah. Bu 100 manatda Nəsim kənddən qərib ölkədə qardaşımız. Həməşə, deməli xəstəyə pul yığılanda 400 manat pul atdı, bax bu dediyim qardaş. Allah sağ versin, can sağlığı versin. Allah elə qardaşlara can sağlığı versin. Biz də, yəni bütün dünya bilsin ki, heç nə qədər pul atılsa da ondan 1 manat pul götürmürük. Qəxminə manatına kimi həmin ailəyə nə deyilir onu da alıb veririk. 10 manatda qardaşımız orada, Samir qardaşımız verdi. 5 manatdan da vururam. Ha, sağ ol. Həmənki vəziyyəti Sağ ol. Deyirsən pul yığılır, belə... O pul ona xərclənməlidir. Pul xərclənməlidir. Əlavəsi mən özüm edəcəm. Var o. Dəyərli qardaşlar, kim xəstədən, imkansızdan o pulu atılır, yığır, istifadə edir, özünə maşın alır, özünə ticarət vasitəsi eləyirsə burnundan gəlsin. O xeyirxahlıqdır. Xeyirxahlıq eləyən əməllər var, biz eləyirik. 1 manat götürmədən, 1 manat, heç bir puldan, heç vaxt götürmədən həmin ailəyə aparılıb təhvil veririk. Xeyirxahlığı iş biz görürük, səhv deyirəm qardaş. Ancaq oğlanlar var, ondan özünə maşın alır, oğlanlar var, ondan əylənir, keyf edir, pul qazanır. O xeyirxahlıqdır. Əlbəttə. Elə bir oğlan varsa desin, Vüsal xəstədən pul götürüb, imkansızdan pul qazanıb. Elə oğlan varsa gəlsin, onun qarşısında mən cəmaatdan çıxıb canlıda üzr istəyəcəm. Ancaq elə oğlanları mən üzünə tüpürürəm, deyirəm, sən şərəfsizsən, xəstələrdən pul yiyirsən. Var elə oğlanları mən üzünə tüpürürəm. Gəlsin, həmin adamların ünvanına çatır da, haçansa qarşısına çıxır. Səhifəmi vurmasın, kişinin oğlu kişidir, gəlsin məndən üzrə stolda otursun. Qardaşım, əti Allah'ın Məhəmməd ilə hazır da ay maşallah. Gedin meyvəmizdə indi alın. Ət Elməddin götürmür, deyir belə, deyirəm yox. Yox, bu pul verilib, buna xərclənməlidir. Canlı qurban, baş ödünün. 3 dənə, 4 dənə kasıb ailələri var. Yox, sonra eləyərik, sonra baş ödünün. Bunu bir dənə bunun ünvanı ilə ala bax. 50 manat qurban olub çıxır. Ki olmasa deyərəm də, sən mən bilirəm o ürəyin sahibisən. 15 manat ətə verir, 17 manat da ət faksur, 15 manata verir. Sağ olsun, var olsun, Allah versin. 70'ə 50 manat vermişəm sənə. Sən mənə o qaytarmalısın. 100 verin. Ha, yox. 35 qaytarmalısın da sən eləməsən. 35 manat. Gedirik 85 manat qaldı, nə eləcək onu alacaq. Allah Məhəmməd yer. Kartof soğanı bat Cavanşirgildən aldım. Cavanşir nə qədər elədi? 5 manatı verdi bu kişi. Sağ olun. Allah xoş olsun. Var olasın. Var olasın. Allah dəstəklərin canı. Var olasın. Düz işlə məşğul olanlara Allah can sağlığı versin. Sağ ol. Həmişə kimi deməli meyvəni gəldik yenə Hicrangildən alırıq. Görək nə qədər eləyir inşallah. 17 manat. Nə qədər elədi pula icra? 17 manat. Meyvənin pulu 17 manat elədi. 7 manat cəmi pul elədi, boş ödür. Allah səni var eləsin, ruzu və bərəkət versin. Bayramında mübarək. Sizdən Allah sənə ömür versin balaların toyunda. Bütün millətin bayramı mübarək. Sağ olun, başda şəhid ailələri. O işte olmayalım. Qazilərin, veteranların, hər başa döndüm. Sənin də qohumundan şəhidi var da, özün də bilirsən. Evləndirmiş müharibə işlərçisi. Həqiqi, Allah sənə də eləsin. Torpaqların 80%-ni qoruyub saxlayan kişilərdən də bu da. Allah canı sağ eləsin. Qardaşlardır bunlar, utanırlar. İcram bizim dəyərli qardaşımızdır. Getdik. Cavanşir getdik biz, sağ ol. Allah banda. Sağ ol, sağ ol. Allah aşkına aman diləsin. Sağ ol. Deyirəm Allah kasıbları qoysun ha. Elə torpaqları azad edən kasıblar oldu. Allah daha qoysun. Torpaqları azad edən kasıblar oldu da. Eşq olsun. Sağ ol. Dəyərli izləyicilər, demək ki, gedirik Nura, Nurdan inşallah alacaq produktumuzu bu dəfə. Meyvəni almışıq. İnşallah produktlarımızı da Nurdan alacaq. Nur market. Deməli gələrkən şəhidimizin, Şəkilin, Elnur Əzizlinin atasının maşını burada dayandığı üçün dərhal bayramcını istədik. Şəhidimiz bu gün rahat sərbəst azadlığımız uğrunda canlarından keçən Elnurun simasında bütün şəhidlərimizə
Salam. Şahin əmnətərsən? Vəziyyət necədir? Burada imkansızlara produkt alırdıq. Sənin maşını olurdu. Dedim. Sağ ol, var ol, millətlər olsun. Allah şəhidlərimizi rəhmət Allah eləsin. bayramınızı mübarək eləsin. Var olasan. Qazilərimizə şəfa versin. Dedim elə şəhidimizin şəklində çəkim. Allah hamımızı kömək olsun. Var Allah can sağlamlığı dəstək olsun. Allah hamımıza Xalqın razı olsun. köməyi Bu bir. İkinci də ki, xalqın köməyi olsa, insanda gələn şərəf namus olur. O adam var ki, Əziyyətlə edir işte ondur. ha, Var olasın. Sağ ol, var ol. Allah sizi var. Allah şəhidlərimizə məkan cənnət versin. Sağ ol, var ol. Hal-hazırda bax bizim ağsaqqalımızdır. Dayıcanlar bax başımın içinə dönür. Bax sənlə bu bizim ağsaqqalımızla. İnşallah bütün ərzaqları götürüb verəcək. Hə, həmin imkansız ailələr. İmkansız ailələr, Gündə inşallah. davam edirik işte. Çay bundan götür bir dənə. Bu da qəşəng çay. Allah bir dənə çay. Nerede final çay? Görək sonra nə götür? Makarondan zatdan da götür işte. Düyü götürübsən? Düyü götürməmişəm. Heç tapa bilirəm ki. Düyü de ala. Bu Bundan yaxşı. Bu yaxşısı olsun da onlar üçün. bir dənə də qoy düz götürüm. Götür. Götür. Başımın içinə Bir dənə dön. düz götürdüm. Yağ götürübsən. Yağları götürmüşəm. Yağları götürmüşük. Deməli, əmə makaron da götür onlara. Ha, bir dənə Yumurta bir kaset. makaron və Qala. Hansından götürsən? e, O hamısı eyni qiymətdir. iki dənə bundan götür. Hələ dəyərli izləyicilər, hal-hazırda imkansız ailə üçün 100 manat atılan pula Allahın köməyi ilə ətimizi, meyvəmizə kimi almışıq. İndi də produktumuzu alırıq. Salam, bunlar nə qədər elədi? 44 manat. Hələ dəyərli izləyicilər, hal-hazırda deyirik ki, konfet də götürək. Keç qatış, konfet də götürürük. Yəni, həqiqətən bu gün vətəni qoruyan oğullar, torpaqları azad edən oğullarımız kasıb ailələrdən çıxdığı üçün biz hər zaman da özümüz kimi kasıbların, imkansızların yanındayıq. Konfetlərimizi də götürdük inşallah. Allah məmnun edir. Nur Marketdən, bax bizim dəyərli Cavad qardaşımıza Allah can sağlığı versin. Biz bunun pulunu vermək istəyirdik, qoymadı. Əlimizdən vurdu, dedi, verməyik. Yağı da öz tərəfindəndir. Yəni sağ olsun, var olsun, təşəkkür edirik. Daha da Allah sənin də rucu bərəkət versin. Bayramın bir daha mübarək olsun. Belə imkansız ailələrə dəstək olmağını sən də dəstək olsan. Həqiqətən də torpaqları azad edən kasıb ailənin övladlarıdır. Məmurların, nə bilim, imkanların balalarıdır. Bugün ona görə də belə ailələrin yanında olmalıdır. Var olasın. Allah şüvarlıdır. Allah canın sayılır. Allah xalqımızı qorusun. Millətimizi qorusun. Bayram, başqa şəhid ailələri, qazi, veteran həbslər olmaqla bayramları mübarək olsun. 45 manat elədi ha, 45 manat. Görə indi bizim nə qədər pulumuz var, 45 manatı veririk, qalacaq 100% puldan. Bir dənə cimmə gir. Bax, qalan 45 manat çıxanda, qalır adasa 18 manatımız hələ artıq qalır. Görə elə 18 manata da nə olsa alaq. Ya bu 18 manat pul şəklində verərik. 18 manatda pul şəklində verərik. Olsun. Ha, bilmirik ki 18 manat artıq qalıb puldan, o qardaşımızın atdığı puldan. Onu da elə pul şəklində verərik. Da produktlarını almışıq. Ehtiyacı olan bəzi şeylərdir. Bəli, sağ ol. Gedirik inşallah. Dediyim kimi hal-hazırda həminki imkansız ailə hələ Çınarlıdan deyirlər, gedirik Çınarlıya. Görək hələ o ailəni inşallah yaxından tanışırıq. Görək tanıyaq ətraflı Allahın köməyindən o ailəyə təhvil verək. Allah özü qorusun yaxşılarımıza. Allah kimlər dəstək olur, can sağlığı versin, fərqi yoxdur. Qərib ölkədən, hansısa hardan pul atırlar, 1 manatından hər 1 manatına kimi canları sağ olsun, var olsun. Gedəyin inşallah görək Allahın köməyindən ailəyə təhvil verək. 100 manat pul atılmışdı, 100 manat. Yəni bütün hər şey alınıb, çəkiliş vasitəsindəndir. Qalan 17 manat olmalıdır, səhv eləməsəm. 17 manat da verərik, işğal qaza nəyə verər.